Son zamanlar Instagram və Facebookda satış həyata keçirənlər var. Sosial platformada məhsul sifariş edənlər də artıb. Saat, ətir, zinət və məişət əşyaları. Sosial şəbəkələrdə bu kimi bir çox məhsulun satışı həyata keçirilir. Xüsusilə də Instagramda lazım olan bir çox məhsulu onlayn qaydada tapmaq mümkündür. Bəs onlayn satış zamanı zəmanət necə təmin edilir? Təbii ki, belə hallarda dələduzluğun qurbanına çevrilənlər də az olmur. Həm pulu əldən gedir, həm də məhsulu ələ gəlib çatmır. Təəssüflər olsun ki, xəbərdarlıqlara baxmayaraq bu tip qurbanların sayı işbazların dələduzluğu nəticəsində günü-gündən artır. Kanalımıza toxunduğumuz mövzu ilə bağlı daha bir şikayət daxil olub. Belə ki, vətəndaş iddia edir ki, sosial şəbəkələrdə onlayn mebel satışı adı ilə səhifə açıb, onu aldadıb, pulunu alıb, malını verməyiblər. Qeyd edək ki, hazırda Şəmkir rayonunda yaşayan İbrahimova Məlahət Sabir qızı 4600 manatlıq mebel sifariş verib. 2000 manatını öncədən ödəyib, qalan məbləği isə mebeli təhvil alarkən ödəyəcəkmiş. Beh kimi göndərilən 2000 manatın qəbzini, telefon səs yazılarını, görüntülərini bizə təqdim edən şəxsin iddiasına görə sonu 8514 olan mobil nömrə sahibi bildirir ki, ortalıqda nə mebel var, nə də pul. Zərər çəkən tərəf də kanalımız vasitəsilə hüquq mühafizə orqanlarına müraciət edərək problemin aradan qaldırılmasını, araşdırılmasını və məsələdə ona köməklik göstərilməsini xahiş edir. Ümid edirik ki, ilk olmayan bu tip problemlərin çoxluğunu nəzərə alaraq lazımi qurumlar işə ciddi yanaşıb həlli istiqamətində müəyyən addımlar atacaqlar. Salam, hər vaxtınız xeyir olsun. Sizdə baxın, korpusu tam hazırdır. Prosta indi boyalar vurulacaq birazdan. Taxtanın üstə promi belə boya vurulmadığına görə birinci bu boyadan vurup ondan sonra da öz boyalar vurulacaq. Yəni stullar da inşallah hamısının boyaları bugün vurulacaq. Yəni hamısı taxta işləmədən bu qaydada hazırlanır.